Columbus Crew klubuna böyük ümidlərlə transfer olunan Azərbaycanlı hücumçu Nəriman Axundzadə barədə ilk qərar açıqlandı. Klubun məşqçilər heyəti futbolçunun hələlik əsas komandada çıxış etməyəcəyini müəyyənləşdirib və o bir müddət əvəzedici heyətdə oynayacaq. Məlumata görə bu addım oyunçunun MLS liqasına uyğunlaşması, fiziki hazırlığının artırılması və komandanın oyun sistemini daha tez mənimsəməsi üçün atılıb. Yəni qərar cəza deyil, hazırlıq mərhələsi hesab olunur. Axundzadə əvvəlcə ikinci komandada oyun praktikası qazanacaq. Uğurlu çıxış edərsə, əsas heyətə yüksəlmək şansı əldə edəcək. Columbus Crew mövsümdə ilk oyununu mart ayının ikinci günündə səfərdə New York Red Bulls komandasına qarşı keçirəcək və hazırki vəziyyətdə Azərbaycanlı hücumçunun həmin görüşdə əsas heyətdə meydana çıxması gözlənilmir. Qeyd edək ki, Nəriman Axundzadə MLS liqasının U22 təşəbbüsü proqramı vasitəsilə transfer olunub. Bu sistem klublara gənc və perspektivli futbolçuları daha az maliyyə yükü ilə heyətə qatmağa imkan verir. Futbolçu ilə müqavilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Xatırladaq ki, o Qarabağ klubunda çıxış etdiyi müddətdə 35 qol vurub və 17 məhsuldar oturma edib. Azərbaycan milli komandasında isə hələ qol hesabını aça bilməyib. Nəticə: Nəriman üçün MLS karyerası ehtiyatdan başlasa da bu uğursuzluq deyil. Bu mərhələ uyğunlaşma dövrü hesab olunur və yaxşı çıxış edərsə, yaxın aylarda əsas komandada debüt etməsi real görünür.